baş verib. Selektum Baku adlı məkanın qadın icradarı sosial şəbəkədə açdığı canlı yayında nalayiq ifadələr işlədərək cəmiyyətin qınaq obyektinə çevrilib. Canlı yayın zamanı o açıq şəkildə pulumu verib at oynadacam ifadəsini işlədib. Məkan haqqında danışarkənsə orada qəşəng qızların olduğunu vurğulayıb. Oktyabrın 2-sində keçiriləcək açılışa da hər kəsi dəvət edib. Onun bu açıqlamaları sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub və istifadəçilər tərəfindən sərt tənqid edilib. 4-cü gün buradasan, don kişi. Aniksi 8-də açılış başlayır. Pulumu verib at oynadacağım. Hə, qəşəng qızlar, hə. Niyə yoxdur? Qız sən tontiş. Sabah ki, axrana qoyacam.